Axşamınız xeyir Tünzələ xanım. Axşamınız xeyir Şahnaz xanım, necəsiz? Yaxşıyam, çox sağ olun. Siz necəsiz? Çox sağ olun. Yaxşı olun. İndi isə istəyirsiniz mən bizə əvvəldən verilən suallardan başlayım. İlk sualımız budur ki, deməli, uşağın marketdə istədiyi oyuncağı almayanda yeri uzanır, ağlayır, qışqırır. Valideyn olaraq mən burada nə etməliyəm? Necə bir reaksiya göstərməliyəm? Yaşını qeyd ediblər uşağın. Sadəcə uşağım olaraq qeyd edib. Çox güman ki, 6 yaşa qədər uşaqlarda bu müşahidə olunur ki, mağazada istədiyi bir şeyi alınmayanda uzanırlar yerə, istirik hallar yaşayırlar və ta ki valideyn almayana qədər bu reaksiyanı davam edirlər. Və ehtimal edirəm ki, uşağın belə bir təcrübəsi var ki, keçmişdə nə vaxtsa valideyndən nəsə istəyəndə marketdə bu cür reaksiyanı göstərəndə valideyn alıbdı. Bəli. Onun qarşılığını veribdi. Burada valideynin göstərəcəyi reaksiya o ola bilər ki, həmin anda uşağa nə desə də, nə etsə də təsiri olmayacaq. Almamalıdır. Qəti şəkildə almamalıdır. Çünki əgər alsa, o onun davranışını dəstəkləyir ki, növbəti səfərlərdə uşaq bu davranışı artıq görür ki, valideyn ona bir reaksiya verir və bu davranışı bərkidir öz düşüncə sistemində. Düşüncə, davranış, duyğu sistemində. Bəli. Almamalıdır. Mən niyətini etməlidir. Zaten uşaq uzun-uzadı orada saatlarla uzanıb yerə ağlayası deyil. Hardasa 3-4-5 dəqiqə uzanıb ağlayandan sonra əl üstə qaldırıb, gözünü onunla eyni səviyyə enib, gözünün içinə baxıb, qollarına toxunaraq, yəni sərt şəkildə sıxmaq mənasında yox. Toxunaraq ki, uşaq toxunsal olaraq da onun orada olduğunu hiss etsin. Gözünün içinə baxaraq deyib ki, onun istəklərini və duyğularını səsləndirsin. Mən bilirəm, sən bunu istəyirsən. Mən bilirəm, sən özünü narahat hiss edirsən. Mən bilirəm, amma uşağa olmaz və ya nəsə yox. Sırf onun duyğu və düşüncələrini səsləndirərək onun anladığını, amma mən bunu ala bilmərəm. Və bunu bir neçə dəfə, 10 dəfə etmək lazım olacaq valideynə. Daha sonra uşaq sakitləşəndən sonra valideyn hiss edir, amma mən bunu edə bilmərəm. Mən edə bilmərəm. Bəli. Ta ki, övladımız bunu öyrənənə qədər təkrar etsin. Bəli. Və bunu öyrənənə qədər zaten o onun qarşılığını vermədiyi üçün bu davranışsal reaksiya vaxt zaman keçdikcə sönəcək və uşaq bunu artıq təkrarlamayacaq. Bəs üçün növbəti suala keçim. Belə bir sualımız yönləndirilib ki, mənim oğlum 3-cü sinifdə oxuyurdu. Evdə stolun başında otururuq və 5 dəqiqədən sonra birdən qalxır deyir ki, mən yoruldum. Amma telefona baxanda isə saatlarla oturur. Mən burada başa düşmürəm ki, yəni bu yorğunluq nə dərəcədə doğrudur və danışsam belə, yəni məndən ünsiyyət qurmur. Sadəcə yoruldum deyir, dərsin başından qalxmaq istəyir. Dərsin başından? Əlbəttə, sırf dərs oxuyanda çox tez şəkildə yorulur, amma telefona baxanda aktiv bir oyun zamanı yorulduğunu dilə gətirmir. Bununla bağlı nasıl görərsiniz? Uşağın yaşı qeyd olunub? 3-cü sinifdə oxuyur. 3-cü sinifdə oxuyur. 3-cü sinifdə oxuyan uşağın hardasa 8-9-10 yaş aralığı ola bilər. Bəli. Yəni kiçik məktəb yaş qrupuna aiddir. Bəli. Birincisi, uşağın orada çox güman ki, bir həyəcan təşviş yaşayır, dözümsüzlük var. Yəni psixoloji dözümsüzlük təşvişlə əlaqəlidir. Yəni dərs də orada bir stres faktor kimi algılanır. Çünki orada qeyri-iradi mexanizm yox, iradi diqqəti, yaddaşı, təfəkkürü bir işə qatmalıdır, bir əziyyət çəkməlidir. Amma uşaq çox güman ki, uzun zaman oturub telefon, gadget, kompüter qabağında baxdığı üçün o türklərin hızlı dopamin alır, xoşbəxtlik hormonuna nail olur. Və hızlı dopamin alan uşaqlar, yəni tez bir müddətdə xoşbəxtlik hormonuna ulaşan uşaqlarda bir dözümsüzlük olur. İstəyirlər ki, hər bir şeyi tez əldə etsinlər. Yəni nə baş verir, baş versin, ona tez nail olsun, tez əldə etsin. Hətta valideynə nə isə istəyəndə də deyə bilər ki, yox, mən indi istəyirəm. İndi tez eləməlisən. Və bu uşaqlarda bir dözümsüzlük yaranır. Yəni stres faktorlara qarşı bir əziyyətə, bir fəaliyyətə qarşı bir dözümlülük. Ondan tez bezə bilərlər, hər hansı bir fəaliyyətə məsələn, üzgüçülüyə gedib oradan tez bezə bilər, getmək istəməyə bilər, çünki orada bir əziyyət var. Yəni oradan aldığı
oyundan, kompüter oyunlardan, telefon baxışından aldığı hormonu, dopamini o bir fəaliyyətlərdən əlbəttə ki, ala bilmir. Bəli. Ona görə də tez bezir və deyir ki, oynamaq istəmirəm. Burada nə edə bilərik? Birinci növbədə, yəni onu məcbur etsə də özünə qarşı bir aqressiya qazana bilər valideyn. Aqressiv reaksiya qazana bilər. Yəni məcbur etsə də artıq uşaq bloklana bilər ki, yəni informasiyanı dərs zamanı fəaliyyəti, produktivliyi olmaya bilər. Yəni etməyə bilər və valideyndə də bir aralarında münaqişə yaşana bilər dərs zamanı və dərs elə bil ki zaten bir stres faktoru oldu. İkinci də bir qıcıq faktor olacaq ki, uşaqda ay yenə dərs gəldi, oturmaq istəmirəm. Yəni dərsi görməyə gözü olmaya bilər. Və valideyn nə etməlidir? İlk öncə onun telefon baxma vaxtını tarazlamalıdır. Tamamilə telefondan aralamağı da məsələt görmürəm. Yenə də bir düşmən pozisiyasında ola bilər. Valideynin qarşı aqressiya sən məni, yəni mənim əsas xoşbəxtlik əldə etdiyim bir obyektdən uzaqlaşdırırsan. Valideynin qarşı aqressiya da yarana bilər. Vaxtlı şəkildə, amma o boş qalan vaxtını da əlavə bir fəaliyyətlə məşğul edə bilər. Mən məsləhət görərəm burada uşağın tək fəaliyyəti ilə yox, yəni gəl get oyun oyna, get çölə çıx, onu elə. Birgə bir fəaliyyətlə. Birlikdə fəaliyyət. Birgə bir fəaliyyətlə, stol üstü oyunlarla və yaxud da indi çox hər hansı bir özünün gördüyü bir fəaliyyətlə, atası ilə bir hansısa bir məşğuliyyətlə məşğul ola bilər, atası ilə məsələn maşın sürə bilər. Maraqlı bir fəaliyyətlər tapar, amma valideynlər mütləq ki bir birgə fəaliyyətlər. Çünki o özü tək olsa diqqətini heç bir fəaliyyətə yönləndirə bilər. Ona kənardan bir faktor, valideyn faktoru lazımdır. Daha sonra isə bunu edəndən sonra artıq uşağa yeni bir fəaliyyətləri öyrətdiyi üçün Leontievin belə rus dilində bilən zona ближайшего развития, yaxın inkişaf zonasıdır deyəsən. Belə bir nəzəriyyəsi var. Yəni biz onunla birgə başlayırıq hansısa bir fəaliyyətə və get-gedə o fəaliyyətdə biz özümüz çəkildikcə uşağın fəaliyyət sahəsi daha da böyüyür. Bəli. Bəli. Azaldandan sonra artıq o dərs də onunla bərabər valideynlər zövq aldığı bir sahələrdə yaranır. Dərsdə oturub dərs eləyəndə, yəni tədricən artıq dərslər də ona bir əzab-əziyyət kimi gəlmir. Zövq aldığı bir fəaliyyətə çevrilir. Deməzdim zövq aldı, amma ən azından tab gətirə biləcək. Zövq almaq üçün indi biraz çətindir onu demək. Tamam. Təşəkkür edirəm cavablandırdığınız üçün. Ümid edirəm sualı verən valideyn üçün də bilgiləndirici bir söhbət oldu. Elə izləyicilərimizdən biri Tünzəli xanım İnci Çiçəyi deyə sual verib ki, uşaq yeni doğulan bacısına paxıllıq eləyirsə, onunla necə danışaq? Nə məsləhət verərdiniz? 9 yaşı var. Uşaq yeni doğulan bacısına paxıllıq edirsə, paxıllıq çox güman ki, yəqin ki, uşağa qarşı bir negativ reaksiya davranışlarda bulunur uşaq. Yəni adətən balaca yeni doğulan uşaqlara qarşı əllərini sıxırlar, ya gözlərinə əl vururlar, ya incidirlər. Düşünürəm ki, həmin anda uşağı tənqid etmək və yaxud da üstünə qışqırmaq ki, dəymə, bacın balacadır və yaxud nəsə, o daha da özünü bir kənarda hiss edəcək, daha da bir əzilmiş, valideynin diqqətindən kənar. Nə qədər də olmasa 9 yaşında uşaq, 9 yaşına qədər ailənin tək uşağı olub və bütün diqqət, hər bir şey onun üzərində olub. Ailəyə yeni bir şəxsin gəlməsi onun üçün də bir stres faktorudur və o stres faktoru incitməyə çalışır ki, ona diqqət yetirsinlər. Yalnız valideyn öz diqqəti ilə buna olur. Yəni əsasən ana və ata oyunlar oynasınlar, balaca bacısını da qata bilərlər. Hətta ana deyə bilər ki, mənə kömək et, sənin köməyin olmasa mən nə edə bilərəm? Uşağın pampersini gətir və yaxud da butulkasını gətir. Mənim sənə ehtiyacım var. Yəni bunu oyuna, gəl bir oyun oynayaq. Mən ana olum, sən ata ol. Bu oyuna da çevirə bilər və uşağa da maraqlı gələ bilər və hətta bacısına yardım edər. Nəinki bir paxıllıq deməyək, bir negativ bir onun yerini tutmuş obyekt kimi hesab etməz. Güzel. Yəni uşağı önəmli. Diqqət mərkəzində önəmli hiss etdirmək. Hissetdirməli. Yəni paralel bir yerdə iş görmək. Bəli. Çünki sırf ona da diqqət ayırıb, bacı da kənarda qalır, o bacı kənarda qalsa, artıq belə deyək də, düşünəcək ki, o yad insandır, ümumiyyətlə o bizim alana daxil olmasın, onu da tədricən daxil etsələr çox yaxşı olar ki, öyrəşsin yeni insanın varlığına.
Güzel. Təşəkkür edirik. Ümid edirik İnci Çiçəyi izləyicimiz üçün də məlumatlandırıcı bir bilgi olmuşdur. Növbəti sualımıza keçirəm o zaman. Deməli, sualımız belədir ki, münasibətlərdə fədakar davranıb davranmadığımızı necə başa düşə bilərik? Harda durmalıyıq, necə bilməliyik? Fədakar. Fədakarlıq seansda olsaydım soruşardım həmin insandan ki, fədakarlıq sizin üçün nədir? Aha, İlk öncə onun fədakarlıq anlayışını bilərdim, amma ümumən cavab verəcəyik. Yəni bu əlbəttə ki, həmin situasiyaya aid olmaya da bilər. Fədakarlıq çox zaman seanslarda gördüyümüz odur ki, insan öz istəklərindən, duyğularından, düşüncələrindən, davranışlarından kiməsə görə münasibətdə qarşı tərəfə görə keçirsə və bəli. onun duyğu, düşüncə və davranışlarını daşıyır. Hı -hı. Yəni necə? Onun istəkləri üzrə hərəkət edir. O əgər xoşbəxtsə, o da xoşbəxtdir. O qəmginsə, o qəmgindir. Bəli. Yəni öz duyğularına, öz düşüncə, öz davranışlarından üz çevirir. Fədakarlıq bunu. Amma hər bir münasibətdə bir qırmızı nöqtə var. Bir münasibətə iki şəxs daxil olursa, əlbəttə ki, biriləri üçün bir yerə gəlmək üçün kiminsə xanımın da nələrdənsə xoşu gəlməyə bilər, bunu rahat şəkildə dilə gətirməlidir. Bəyin də nələrdənsə xoşu gəlməyə və bunu dilə gətirməlidir. Amma baxır ki, qarşı tərəfdəki insan bu hərəkəti etməsə, bu davranışı etməsə, dözmək yox. Onun üçün nə qədər rahatdır, dözmür. Mən bunu etdim. Məsəl üçün, bir münasibətdə bir bəy xanıma deyir ki, mən istəmirəm ki, sən gənclik mola gedəsən. Səbəbini də izah edir. Xanıma nə qədər də aydın olmasa, xanım deyə bilər ki, okey, mən bura getməsəm dünyanın sonu olmaz, mən başqa yerə gedə bilərəm. Bəli. Dözmək yox, çünki hər bir dözməyin sonu var, loro dildə deyirəm. Bəli. Dözmək bir nöqtəyə qədər olur və sonra insan artıq partlayır, münaqişə yaranır və əvvəlki davranışına dönmək istəyir. Yəni mən bunu etmədim, mən buna nə qədər tab gətirməkdir, mən bunu nə qədər qəbullanıram, mən bunu etməsəm nə olar? Sual versin özünə. Hı -hı. Mənim üçün katastrofikdirmi, dünyanın sonudurmu? Hı -hı. Qarşı tərəfdə qəbullanma. Əgər deyirsə, yox, mən ora getməsəm və rahat şəkil, müvəqqəti yox, dayana bilmərəm, artıq qarşı tərəf münasibətdə olmaq istəyirsə qəbullanmalıdır. Amma burada bir-birindən anlama. Artıq devrəyə önəmlidir. Yəni hər bir insan qarşı tərəfin tələblərini nə qədər qəbul edir və onun istəyini nə qədər yerinə yetirməsə, onun üçün normaldır. Bunsuz yaşaya bilərmi? Yoxsa müvəqqəti dözür? Bu sualı verməlidir. Yəni fədakarlıq əgər biz öz baza duyğu və emosiyalarımızda, tələbatlarımızdan keçiriksə, bu artıq qırmızı nöqtədir. Maslow'un tələbatlar piramidası, yəni fizioloji tələbatlar, sevgi tələbatı, təhlükəsizlik tələbatı, sevgi qəbullama tələbatı. Yəni bunlar insanda bir şəxsiyyətdə stabil olaraq aktualizasiya, yəni özünü aktuallaşdırma tələbatına qədər stabil olaraq qalmalıdır ki, çünki kim istəyər ki, normal münasibətdə şəxsi tələbatlar, şəxsi dəyərləri pozulmuş biri ilə münasibətdə olsun. Əlbəttə ki, o əks tərəfə də təsir edəcək. Hı -hı. Burada fərqindəlik önəmlidir. Bəli, fərqindəlik önəmlidir. İnsan bilməlidir ki, mən nədən keçirəm və bu keçəcəyim bir şey mənim öz şəxsi dəyər və tələblərimi pozurmu, yoxsa pozmur? Özünə bu sualı verməlidir, hə, bir növ. Bəli. Cavablandırdıqdan. Bəli. Mən bunu etməsəm nə olar? Bəli. Ən son nöqtəsinə qədər düşünməlidir. Təşəkkür edirik. O zaman növbəti sualımıza keçim. Deməli, digər sualımız isə belədir ki, günlük iş qrafikim planlıdır, avtomatikdir. Yəni hər şey planlı olaraq gedir. Amma bəzən bəzi günlərdə kənar çıxmalar olur, yəni bir yeniliklər olur və o zaman mən narahatlıq yaşayıram. Hər şeyin o plan üzərindən getməyi istəyirəm. Bir yerin yeniliyin, dəyişikliyin olmağını istəmirəm, bundan qaçıram. Bu nə ilə əlaqəlidir deyə bir sual gəlir.
Yenə deyirəm, bizim verdiyimiz cavablar ümumən qısa bir Bəli. məlumat olaraq çatdırılır. Ola bilsin başqa nələrdənsə bağlı olar, amma bu verdiyiniz suala ilk ağlıma gələn yüksək dərəcədə həyəcan təşvişin olması, təşvişi də yüngülləşdirən, belə deyək də, mən hesab edərdim bəzi hallarda dizadaptiv, qeyri-korrektiv bir sulardan biri kontrol etmə, Hı -hı. kontrolda saxlama. Cədvəl, qrafik, plan insanı bir kontroldə olduğunu göstərir. Əgər bu konstruktiv şəkildə, rasional şəkildə olunursa, insanı rahatlayır, sakitləşdirir təşvişli insanları. Amma insan hər bir şeyi bir planlı şəkildə etməyə və özünə o planın qarşısından X və yaxud da plus qoymana rahatlanmırsa, burada artıq bir planına yenidən nəzər yetirməlidir. Və belə bir düşüncə yenə də özünə sual verməlidir ki, mən bunu bugün bir dəyişiklik yaşadım. Mən bu dəyişikliyi yaşasam nə olar? Hı -hı. Mən bugün məsəl üçün saat 7-də deyil də 8-də durdum. Mən 8-də dursam nə olar? Hı -hı. Nə baş verər? Bunu sadəcə sual olaraq versin, yoxsa hərəkətə, davranışa da töksün? Birinci onu düşüncə olaraq etməlidir. Çünki hərəkətə keçsə o anlamsız, yəni fərqində olmadan bir davranış etmək insanı rahatlatmır. Aha, bəli, Çünki narahatlıq, təşviş ilk öncə düşüncədən gəlir. bəli, Hiss bəli. olaraq hiss edə bilər onu, amma orada bir düşüncə faktoru var. Hı -hı. Özünə bu sualı verdi, daha sonra. Özünə bu sualı verdi və məsəl üçün bir misal gətirirəm. Mən bugün saat 7-də deyil də 9-da, 8 yaxında 9-da durdum və beynimdə artıq bir hiss olaraq narahatlıq, təşviş, düşüncə olaraq ola bilsin tənqid, sən niyə planından çıxdın, nə olacaq? Yəni mən 9-da dursam nə olar? Yəni ola bilsin işə gecikibdi. Amma o planlı şəkildə hərəkət edir, hər gün gecikmir. Nə olar? Əgər rasional düşünürsə, işdə soruşacaqlar, niyə gec gəldiniz? Ola bilsin, kənar baxışlar olacaq və o duyğusal olaraq özünü narahat hiss edəcək. Amma izah edə bilər. Hər zaman gecikməyən insandır. Bəli. Və hər bir insan gecikə bilər. Bu insan faktorudur. Hı -hı. Orada bir üzrxahlıq eləyib işinə davam edə bilər. Yəni maksimum olacaq bir şey budur. Hə, özünü ifadə. Əsas odur. Yəni əsas məqsəd nədir? O yaranan təşviş düşüncədən yaranır deyə o düşüncəni tapıb, Hı -hı. dəyərsizləşdirib onun əvəzinə bir rasional bir cavab verməkdir ki, düşüncə, duyğu, davranış sistemi stabilləşsin. Hı -hı. Tamam. Gözəl. Təşəkkür edirik cavablandırdığınız üçün. O zaman digər bir sualımıza keçim. Belə bir sual yönləndirilib ki, panik atak zamanı nə etməliyəm? Bu cürdə yönləndirilir. Bəli, bəli. Panik atak zamanı nə etməliyəm? Özü təyin edibmi panik atak olduğunu, yoxsa bir mütəxəssisdən bir diaqnostik, yəni bir psixiatr, ən azından bir psixoloq müayinəsində olub, ən azından deyirəm. Onunla bağlı bir fikir bildirməyib. Yəni yəqin ki, keçirdiyi bir hiss var və onu panik atak adlandırıb özünə görə və bizə belə bir sual yönləndirilib ki, mən panik atak zamanı nə etməliyəm? Yəni buna belə cavab verə bilirikmi, yoxsa necə? Mən konkret olaraq nə etməli olduğunu deyə bilmərəm, çünki professional olaraq sayılmaz. Çünki mən bilmirəm həqiqətən o insan panik atak keçirirmi, keçirmirmi? Çünki panik atak zamanı insandan asılı olaraq bəzi insanlara nəfəs texnikaları yaxşı təsir edir, bəzi insanlara düşüncə üzərində işləmək yaxşıdır, bəzi insanlara isə davranışlar. Yəni baxır o insana hansı istiqamət, duyğu, düşüncə, davranış belə deyək triadasında hansı yöntəm daha rahatdırsa onu tətbiq edir ki, rahat olsun. Amma həqiqətənmi panik atakdır? Onu da bir araşdırmalıyıq. Onun üçün ilk öncə bir psixiatr müayinəsində olmasını istəyirik. Belə yəni məsləhət verib gedib edər, daha əks təsir olar deyə bilmirəm. Ona görə deyə bilmərəm. Bəli. Tamam. O zaman yəni, psixiatra müraciət eləməsi daha Dəqiq panik atak olduğunu müəyyənləşdirsin, ondan sonra yəni nə istədiyini tam aydın şəkildə desin, ola bilsin hansısa bir texnikalar deyə bilərik. düzgün şəkildə gəlir. Tamam. Təşəkkür edirəm bir daha.
Növbəti bir sualımızı səsləndirim o zaman. E, Yenə məktəblə bağlı bir sualımız var. Uşaq müəllimin yanında dərs zamanı ağlamağa başlayır və sinifdən çıxmaq istəyir. Bu davranışın səbəbi nə ola bilər? Müəllimin yanında sinifdə ağlamağa başlayır. Yaş deyilməyib yenə. Yox, yenə qeyd olunmayıb. Birinci növbədə uşaqlar konsultasiyaya gələndə biz onun ailə, yəni özü ilə həm klinik müşahidə, həm testlər ola bilsin, emosional ola bilsin, davranışsal ola, anamnez ilə uşaqla kontakta girəndə ailə daxili, ailə mühitində uşaq hansı pozisiyada, hansı emosional durumdadır, onu yoxlayırıq. Ən belə deyək də bizə kömək olan testlərdən biri də proyektiv testdə ailə, mənim ailəm şəklini çizməsini istəyirik. Yəni bu kiçik məktəb yaş dövrünə aiddir. Evet. Birinci növbədə uşağın ailə daxilində hansı bir mühitdə olduğunu aydınlaşdırardım. Həm valideynlərdən anamnez yığaraq, həm də uşaqla kontaktda olaraq, həm testlər, həm metodika vasitəsilə, həm də ünsiyyət vasitəsilə. Yeni məktəb başlayanda uşaqlarda ola bilər belə bir halda, yəni normal olaraq deyirəm, normanı deyim, sonra problemli hallara keçəcəm. Yeni məktəb başlayanda uşaqlar ev mühitindən keçib başqa bir mühitə keçəndə bu baş verə bilər. Çünki tanımadığı, güvənmədiyi bir mühitdədirlər. Həmin anlarda düzdür, məktəblərdə ola bilsin icazə vermirlər. Çünki bildiyim qədərilə o uşaq istəsə, başqa valideynlərə də məcbur icazə verməlidirlər ki, uşağın yanında olsun. Amma ən azından həmin uşağın valideyninə icazə vermək olar ki, uşaq öyrəşənə qədər, özünü güvəndə hiss edənə qədər, eyni zamanda valideyn də müəllimə haqqında psixo eğitim verərək uşağa ki, sən bugün məktəbə gedəcəksən, məktəb başlamamışdan bir ay öncədən məktəbdə bu olacaq, o olacaq. Yəni uşağın artıq təsəvvüründə bir məktəb mühitini yaradır. Oyun vasitəsilə və yaxud da danışıqlar vasitəsilə yarada bilər. Ki uşaq ora gedəndə artıq beynində bir ssenari olsun ki, burada bu baş verə, o baş verə bilər. İkinci bir məqam, məktəb yeni başlamırsa, uşaq davam edirsə bu davranışlara, yenə deyirəm, ailə daxili mühiti araşdırırıq, həm valideynlərdən, həm uşaqla söhbətdən və yaxud da hansı metodikaları tətbiq edərək, daha sonra isə məktəb daxilində müəllimənin psixoloji xarakteristikasını alırıq. Necə bir müəllimədir, ünsiyyətdə necədir? Yəni valideynin yanında ideal görsənə bilər. Amma uşaqdan da bir məlumat almalıdır ki, uşaq həmən psixoloqa açıla bilməz ki, müəllimə bunu etdi. Valideyn kontaktda ən güvəndiyi bir insan, ana, ata. Müəllimə ilə nə edirsiniz? Müəllimə necə davranır? Hansı sualları verir? Yəni sırf uşağa müəllimə səni döyür və yaxud da müəllimə səni incidir sual verir, yox. Ümumən bir məlumat alaraq onun daxilindən bizim lazım olan informasiyanı ala bilərik. O bizim uşaq güvənmir müəllimə və yaxud da müəllimədən hər hansı bir aqressiv davranış görübdür. Bu tək döyməklə və yaxud da incitməklə yox. Qışqırmağı belə bəzən uşaqlar onu öyrəşməyib və yaxud da evdə gördüyü üçün onun üçün təhlükə gözləntisi və yaxud da evində heç qışqırmaq, şiddət, aqressiya görməyən uşaqlarda çünki sinif böyük olur adətən və müəllimə də uşaqlara sözünü çatdırmaq üçün, səsini çatdırmaq bəzən qışqıra da bilər və uşaq onu təhlükə kimi algılaya bilər. Belə bir halda ola bilər. Yəni həm məktəb, həm ailə, həm uşağın özündən bir araşdırma etmək olar. Ailə, məktəb, yəni paralel uşaq nəzərdə tutulur. Eləyirəm bir daha. Növbəti sualımızı o zaman yönləndirim sizə. Biraz özgüvənə bağlıdır bu sual. Qızım riyaziyyat fənnini yerinə yetirə bilmir və ona görə deyir ki, mən bunu bacarmıram. Mən bacarıqsızam. Əslində amma dərsə oturub eləyəndə isə görür ki, işləyə bilir. Yəni işləməyə başlayana qədər bacarıqsız olduğunu düşünür. Oturub işləyəndə isə işləyir. Bu özünə inamsızlıqdırmı? Deyə bir sual yönləndirir. Uşağın yaşı da önəmlidir burada. Hər balaca yaş qrupu uşağa da özgüvənsiz demək olmaz. Var yaşı? Yox, yaş yenə qeyd olunmayıb. Təəssüf ki. Yenə deyirəm, kiçik yaş qrup, məktəb yaş qrupu uşaqlarına aiddir. Çox güman ki. Uşaqla baxır kim edir birincisi o dərsi. Yəni valideyn edir, müəllimə edir, əlavə hazırlıq müəllimi edir, yoxsa uşaq özü tək edir.
Əgər birinci növbədə uşağın başın üstündə duran bir şəxs uşağa bir təşviş, bir qorxu, bir narahatlıq gətirirsə, öncədən yaranan narahatlığın səbəbi o insanla olan münasibətindədir. O insanın gözləntilərini doğrultmayacağından qorxu var deyə ona görə bu halı yaşaya bilər. Daha sonra ikinci bir məqam uşağa ola bilsin keçmiş təcrübələrində deyilib ki, sən niyə və yaxud da xırda bir səhv edəndə də həmin uşağa tənqidi olaraq uşağın şəxsiyyətinə toxunulub. Yəni sırf sən bunu niyə bacarmırsan deyil. Yəni sırf riyaziyyatla bağlı uşağa ümumiyyətlə sən bacarıqsızsan, ümumən şəxsiyyətinə sən başa düşmürsən, səndə heç nə alınan deyil. Sırf bir davranışa və yaxud da bir hərəkətə yönlənməyibdir. Bütöv şəxsiyyətə. Uşağa mən demirəm ki, qətiyyən ki, demək olmaz ki, səndə bu alınmır. Onu demək lazım ki, səndə bu riyaziyyatda bu misal alınmır. Gəl başqa misala keçək, o birisini. Yəni sırf bir konkret nə alınmır? Sən bacarıqsızsan yox. Yəni o artıq şəxsiyyətini algılayır. Və düşünür ki, o heç bir şeydə bacarıqsız olmaya bilər. Çünki uşaq onu anlamır. Biz deyəndə anlayır ki, səndə bu alınmır. Bir hərəkət, bir davranış yönləndiririksə, şəxsiyyətinə uyğulanmırıq. Belə, yəni hal-hazırda bir də yenə deyirəm, uşağın mizacı ilə də əlaqəli ola bilər. Yəni ola bilər ki, o uşaq riyazi yönümlü deyil və valideyn də ondan gözləyir daha da yüksək nəticələr riyaziyyatdan. Uşaq onu sevmədiyi üçün riyaziyyat fənnini, çünki onunla bir zövq almır, daha çox incəsənət, yəni yaradıcılıq yönümlüdür. Riyaziyyat isə daha çox məntiq, rasionallıq istəyir. Ona görə də öncədən bu məsuliyyətdən qaçmaq üçün də, yəni bilərəkdən yox, sadəcə onun istiqaməti, onun belə deyək də mizacına, şəxsiyyətin strukturuna uymadığı üçün bu hallardan deyib qaçınmaq istəyə də bilər. Sırf uşağın mizacı ilə də əlaqəli ola bilər. Mizac bilgisi də burada çox önəmli rol oynayır. Önəmlidir, bəli. Növbəti bir sualımızı verim o zaman sizə. İnsan gizli depressiyada olduğunu necə başa düşə bilər? Gizli depressiyada olduğunu? Bəli. Yəni belə çıxır da, yəni deyib gülürəm, amma əslində içimdə bir depressiya yaşayıram kimi. Bunu necə başa düşə bilərik? Necə fərqinə vara bilərik? Zaten o gizlidirsə insan özü anlamaya bilər. Kənardakı, yəni belə deyək də, biraz eğitimli psixologiya və ya psixiatriya əsasında ümumiyyətlə insan sağlığı ilə bağlı informasiyası olan insan kənardan anlayır. İnsan özü anlamaya bilər ki, o gizli depressiyadadır. Heç vaxt anlamaya bilər. Bəli. İnsanlar içində əlamətləri nə ola bilər? Duyğu durumun tez-tez dəyişməsi. Yəni insanlar içində deyib, gülmək, hər bir fəaliyyətdə aktiv, amma özü ilə təklikdə qaldıqda bir narahatlıq deyib, bir çöküntü, bir passivlik, narahat edici düşüncələrin aktivliyi, heç bir iş görmək istəməmə, ağlama krizləri, sırf təklikdə və elə düşünə bilər ki, ağlayacam, narahatlığımı çıxardacam və bununla da dəboş olacaq. Amma gizli depressiya keçirən insanlar belə bir faktor da var ki, iş fəaliyyətində çox uğurlu olurlar. Çox uğurlu olurlar. Çünki duyğusal tərəfini onlar görməməzlik deyil də, bastırdıqları üçün sırf özləri ilə tək qaldığında onlar duyğusal tərəfini özləri yaşadığı üçün iş fəaliyyətində o qədər belə aktiv, uğurlu olurlar ki, onu ətrafdakılar heç görməyə bilər. İş sahəsində görməyə bilərlər. Və yaxud da dostlar arasında görməyə bilərlər. Zaten ona görə də adı gizli depressiyadır. Amma depressiyanın əsas əlamətlərindən biri də anhidoniya. Anhidoniya bu gizli depressiya zamanı elə görsənməyə bilər. Çünki əvvəlki fəaliyyətləri dostlar da görsənir. Amma özü təklikdə qalanda heç bir şey etməyə bilər, heç şəxsi gigiyenasına fikir verməyə bilər, hər gün eyni paltarda gedə bilər, onun şəxsinə aiddir. Fərqli paltar geyinmə, şəxsi gigiyenaya fikir vermə, xanımsa kosmetikada getmək, saç, baş, düzənə fikir vermə. Yəni bu kənardan görsənə bilər və xəbərdar edə bilər ki, bu insanın neçə gündür eyni geyimdədir və yaxud da
həmişə kosmetikada gəlirsə, indi kosmetikasız gəlir. Saçları hər gün qaydasında bir saç düzümündə olan insan artıq olmuyor. Amma iş fəaliyyətində tamamilə normal ola bilər, aktiv ola bilər. Hı -hı. Yəni sualın cavabı odur ki, insan özü görməyə bilər. Hı -hı. E, Özü yox, ətraf. Ətraf daha çox bunu daha tez bunu Yaxın ətraf. Ha. Ən yaxın ətraf görə bilər. Bəs Tuncəli xanım, məndə belə bir sual yarandı. Yaxın ətraf bunu gördüyü təqdirdə o depressiya yaşayan insana bildirməlidirmi bunu? O ona direkt bildirsə, insan qəbullanmaya bilər. Aha. Mənim fikrimcə ilk öncə insanın oturub vaxt keçirtmək, duyğuları haqqında danışmaq, indi bir psixoloq olaraq yox, bir yaxını, bir valideyn, bir dost, nə hiss edirsən, son zamanlar nə yaşayırsan, bir yerə çıxartmaq, bir yerdə vaxt keçirmək, belə insanın duyğusal tərəfini təklikdə yaşamağına deyil də, bir yerdə bölüşməyinə. Və o zaman əgər insanın hətta belə deyək də suisidal düşüncələri, özünə zərər yetirmə düşüncələri və yaxud da aktlar varsa, gizli baş verirsə, o zaman insanı biraz məlumatlandırıb, həm belə deyək də aydın mənbələrdən göstərib, özü ilə danışıb, misallar çəkərək bir həkim psixiatra yönləndirmək lazımdır. İzləyicilərimizdən hal-hazırda canlı yayımda olan biri sual yönləndirib, onu oxuyum istəyirsiniz. Qızım hazırlıqda və məktəbdə əla oxuyur, amma evə gələndə əlavə verilən dərsləri, tapşırıqları eləmək istəmir, ağlayır. Oynamaq istəyir və televizora baxmaq istəyir. Ağlayır və dərsdən yayınır. Yəqin ki, bununla bağlı bir məsləhət almaq istəyir ki, mən necə yönləndirə bilərəm qızımı. Amma hazırlıqda yaxşı oxuyur. Hazırlıqda dərsləri yerinə yetirir. Yaxşı oxuyur, amma evə gələndə oxumaq istəmir. Televizora baxıb oynamaq istəyir. Daha əyləncəli bir aktivitetlər eləmək istəyir. Çox güman ki, səbəbi ola bilər ki, yenə deyirəm, yəqin ki, kiçik yaş dövrü, məktəb yaş dövrü uşaqlarından söhbət gedir. Hazırlıqda dərslərini edir, evə çatanda getmək istəmir. İbtidai sinif, bəli. İbtidai sinif uşağından ola bilsin ki, uşaq hazırlıqda yorulur, artıq dərsdə də dərs edir, hazırlıqda da dərs edir və evdə artıq uşaq istəmir. Çünki ev onun təhlükəsizlik, güvən alanıdır deyə uşaq əsl mənini göstərir, nə istədiyini göstərir. Ki, mən aktivitə istəyirəm, mən oynamaq istəyirəm, mən telefona, televizora baxmaq istəyirəm. Yəni, əsl duyğularını evdə göstərir. Amma çöldə, məktəbdə və yaxud da hazırlıqda məcburən adaptasiya olmalı olduğunu bilir deyə o qatlanır. Yəni dərslərini də edir, rahat şəkildə performans da göstərir, amma evdə öz duyğularını və əsl davranışlarını göstərir. Düşünürəm ki, buna da haqqı var. Əgər hazırlıqda edirsə, niyə evdə də etsin? Bəs bu uşaq nə zaman dincəlsin? Orada ona icazə verməliyik, düzdür? Bəli, icazə verməliyik. İcazə verməliyik. Yəni hazırlığa gedir, məktəbdə də oxuyur, hazırlıqda da edir. Evdə də rahatına baxsın. Valideynlə vaxt keçirsin, aktivitələri olsun. Əgər telefon, televizora, kompüterə, gadgetlərə yönlənməyini istəmirsə, valideyn düşünürəm elə bir şərait yaratmalıdır ki, yönlənməsin. Boş qalsa əlbəttə ki, yönlənəcək. Biz gözləməyək ki, heç bir uşaqdan uşaq özü ağlı ilə yönlənməyəcək və gedib başqa oyunlar fikirləşəcək. Xeyr, valideynin burada rolu böyükdür. Bir yaratmalıdır, bir məşğuliyyət aparmalıdır harasa, özü qatılmalıdır məşğuliyyətlərə, oyunlar oynamalıdır. Yəni, boş buraxmamalıdır. Bəli. Adı üstündə uşaqdır. Bəli. Yəni, biz uşağı doğulandan tələb edirik ki, ağıllı, dürüst. Yəni, o uşaqlıqda da səhv etməyəcək, nə vaxt edəcək. Uşaqlıqda da ağlamayacaq, aqressiyasını, duyğularını göstərməyəcək, nə vaxt edəcək. Adətən də müşahidə edilir uşaqlıq dövründə, adətən belə deyim də 7-8 yaşa qədər ağıllı, sözə baxan uşaqlar, valideynin hər istədiyini yerinə yetirən uşaqlar yeniyetməlik dövründə bir partlayış yaşayırlar. Çünki hormonal bir dəyişikliklər getirir, bütün hormonal belə deyək də disbalans deməyək, hormonal o qədər yüksək səviyyədə gedir, həm beyin səviyyəsində, həm endokrin səviyyədə o qədər yüksək gedir ki, uşaq artıq o öz duyğularını bastıra bilmir. Ani bir patlamalar yaşayır və onda valideyn deyir ki, necə oldu? Yəni bu elə ağıllı uşaq idi, hər şeyi öz edirdi. Ağıllı deyil idi.
öz istədiklərini etmirdi, sizin istədiklərinizi edirdi. Bəli, qatılıram sizə. %100 Bəli. belə. Təşəkkür edirəm Samilə xanıma sualı verdiyi üçün, sizi də cavablandırdığınız üçün. Bir sualımız daha var, burada yönləndirildi hal-hazırda. Balaca uşaq ananın saçını yolursa, 5 ay, 6 aylıq onunla necə davranım? Bəzən analar gülür, yanlışdırmı? 2 aylıq uşaq üzünü cızırsa, onun əlini endirib olmaz demək düzgündürmü? Yəni valideynin saçını yolur ya üzünü cızır və mən burada durdurmağı məqsəd görürəm. Bəzi analar da gülürlər deyir. 5 ay və yaxud da 6 aylıq, 2 aylıq uşaq, yəni bu uşaqlar nəzərdə tutulur. Aylıq uşaqlar saçını yolanda, üzünü cızanda nə edeyim? Durdurummu yoxsa deyim? Mən burada valideynə məsləhət görərdim. Öz düşüncələri ilə, özü narahatdır. Uşağın hərəkətindən yox, ətrafdan verilən reaksiyadan narahatdır. O düşüncələrlə çalışsın. Çünki aylıq uşağa nə deyə bilər? Onu reflektor edir. O uşaqlarda, körpə uşaqlarda, aylıq uşaqlarda əllərinin bərk sıxma, tutduğu obyektdən bərk yapışma, onların güvən obyekti axtarırlar. Yəni hansı yaşda olur olsa, uşaq daimi bir güvən istəyir. Çünki ana bətnində də onların əlləri yumulu olur demək olar ki, yumruq şəklində olur. Və onlar ana bətnində dolananca bir müddətdə bu reaksiyanı saxlayır. Yatanda da bərk sıxa bilərlər. Bunu əlbəttə ki, uşaq bilməyəcək. Sadəcə ananın uşağın etdiyi deyil də, ətrafdan gələn reaksiyalar narahat edir. Uşağın etdiyi deyil. Sualı var ki, uşağı nə edim? Əlbəttə ki, ananı incidir, ağrı verir. Əlbəttə ki, uşağın əlini açıb, yəni buraxmalıdır ki, uşaq etməsin. Amma bunu ona görə yox ki, ətrafdan, kənardan gülürlər. Ona görə ki, o onu incidir. Və əlbəttə ki, amma ətrafdan, kənardan verilən reaksiya onu narahat etdiyi üçün öz düşüncələrini biraz sorğu-sual etməlidir. Ki, məni niyə narahat edir? Mənim hətta 5 aylıq, 6 aylıq körpəm mənə bu reaksiyanı verir. Mən narahatam ki, ətrafdan baxıb gülürlər. Məni bu niyə narahat edir? Niyə kənardan deyilən bir söz, bir reaksiyalar, bir duyğu göstəriciləri məni narahat edir? Burada uşağın davranışına yönəlik yox, özünün düşüncələrinə yönəlik suallar var. Eynən. Uşağın davranışına yönəlik əlbəttə ki, uşaq kimin saçından yapışsa, dartsa incidir və uşağın normal şəkildə əlini yavaş şəkildə aralayıb kənarlaşdıra bilər. Amma uşağın davranışı deyil, kənardan olunan reaksiyalar onu narahat edir. Onların niyə düşündüyünə baxmalıdır. Aha. Xanım bir fikir bildirir ki, ətrafı nəzərdə tutmamışdım. Burada siz yazmısınız ki, analar gülür, yanlışdırmı? Mən sualları görmürəm, siz bir də bilin. Bəli, uşağın saçını yolduğunu deyir, 5-6 aylıqdır. Burada necə davranmalıyam? Bəzən analar gülür. Tamam, ətrafın fikrinə görə nəzərdə tutmurmuş xanım. Yəni, onlar uşağın o reaksiyasına gülürlər. Mən də gülüb keçməliyəm, yoxsa onun əlini kənarlaşdırmalıyam? Uşaq öz saçını yolur, yoxsa ananın? Ananın saçını yolur. Hə, analar gülür. Bəli, bəli. Xanımı narahat edir bu durum. Çox narahat edir ki, uşağı onun saçını yolur. Yəni uşaqlarda yenə deyirəm, bu reflektor bir aktdır. Yəni əllərinə keçir, hətta uşağın əlinə barmağımızı verəndə bərk-bərk sıxırlar və onun əlindən barmağımızı almaq belə çətinləşir. Əlbəttə ki, sizi incidirsə, uşağın əlini kənarlaşdıra bilərsiniz. Tamamilə normaldır. Xanım yazıb ki, yəni bəzi analar gülür deyir ya, anaların gülməyi yanlışdır, yoxsa doğrudur? Yəni bu reaksiyanı verə bilərlər. Normaldır bu. Heç kəsə qarşı, yəni yanlışdır və yaxud da doğrudur deyə bilmərəm. Siz hansı reaksiyanı vermək istəyirsiniz? Əlbəttə ki, gülmək istəyirsinizsə gülə bilərsiniz. Yəni amma eyni zamanda da uşağın əlini kənarlaşdırır. O da sizinlə bir kontakta girmə üsuludur uşağın. Bir emosional kontakt yaratma üsuludur. Orada ana özü qərar verməlidir. Bəli, əlbəttə ki. Doğrusu yanlışı yoxdur. Yəni incitdiyi əlbəttə ki. Bəli. Tamam. Ümid edirəm ki, İnci xanımdır. Onun sualını cavablandıra bildik. Aydın oldu hər şey. Yəni əlavə yenə sualınız olsa, İnci xanım verə bilərsiniz. Biz yenə cavablandıraq. Hal-hazırda 45 dəqiqədir canlı yayımdayıq Tünzalə xanım.
Mənim suallarım bitməyib, düzdür. Daha çox sualımız var, amma e, yəni istəyirsinizsə burada dayandıraq. Bəli. Aha. Burada suallar yoxsa dayandıra bilərik. E, İzləyicilərdən gələn suallar da yoxdur. Hal-hazırda və cavablandırdıq olan sualların hamısını da ümid edirəm ki, onlar üçün yararlı olmuşdur. Təşəkkür edirəm Tünzarə xanım Mən dəyərli təşəkkür edirəm. cavablarınız üçün. İnşallah digər canlı yayınlarda görüşərik. Təşəkkür edirəm. İzləyicilərə də təşəkkür edirəm qoşulduqları üçün. Bəli, təşəkkür edirik. Sağ olun. Sağ olun İnci xanım.